Salam, çox hörmətli və dəyərli VIP maçları izləyicilərimiz. Bugün sizlərə Maçlar qəsəbəsində Qaya Ustaların ərazidə, qapısına qədər asfalt, hündür bir ərazidə, Karvan Plazanın yaxınlığında belə bir 36 sotun içində böyük ev təqdim edirəm sizə. Ümumi 36 sotlu həyətimiz. Həyətdə deməli bu evdir, böyük ev gördüyünüz kimi. Bir dənə də arxada 3 otaqlı ev var. Orta təmirli evdir. Ümumi hamısı bir yerdə satılır, inşallah. Evimizin təmir işləri bir balaca qalıb. İnşallah içəri keçəndə göstərəcəm sizə. Bura evimizin həyət hissəsidir. Burada dekorativ ağaclardır, meyvə ağaclarıdır. Evin deməli arxa hissəsində də ağaclıq sahəsi var. Oranı göstərəcəm inşallah sizə. Keçək evin yan tərəfə. Bura evimizin gördüyünüz kimi yan hissəsidir. Evimizdə maşallah nəhəng bir evdir. Otaqlarını göstərəcəm. Həyəti ümumi göstərim sizə. Amma necə böyük bir şam ağaclarıdır hamısı. Artıq bu isə başlayır meyvə ağacları. Burada bax gördüyünüz kimi müxtəlif bar verən hamısı meyvə ağaclarıdır, böyük ağaclardır. Burada evimizin balkonudur, hissəsidir. Böyle bir nəhəng evdir. Keçir evin, həyətin o bir hissəsi göstərim sizə. Ümumilikdə 36 sotdur. Ancaq 24 sotun kupçası var. Evlər də, görürsünüz bu evlər də çıxarışa kupçaya düşür hamısı sənəddən. Həyətimiz çox genişdir. Gördüyünüz kimi belə bir həyətimiz kupçadır. Sənəd tərtəmiz çıxarışdır. Keçək evin otaqlarını sizi tanış edeyim. Qalxaq evin otaqlarına. Qazıdır, suyudur, bu kommunallardır, daimidir. Hamısı var. Bu yandakı evdə hal-hazırda yaşayış mövcuddur. Keçək evin otaqlarını sizi tanış edeyim. Dəyərli izləyicilərimiz, bura evimizin qaraj üçün nəzərdə tutulan hissəsidir. Belə bir geniş qarajdır. 2 dənə maşın rahat saxlamaq mümkündür. Keçək evin otaqlarını göstərim sizə. Burada deməli evimizin hol olan hissəsidir, koridorudur. Yəni gördüyünüz kimi dəyərli izləyicilərimiz radiatorlarına qədər hazır çəkilib. Bura evimizin 1-ci mərtəbəsidir. Burada belə bir otaqdır. Oradan qarajdan birbaşa bu otağa keçmək olur. Sanitar qovşaqdır. Və bir dənə də attelli belə bir otaq var burada. Ayrıca qalxaq evimizin 2-ci mərtəbəsinə. Bu da evimizin 2-ci mərtəbəsidir. Bu da belə bir çox geniş qonaq otağıdır. Dəyərli izləyicilərimiz. Həddindən artıq böyük bir nəhəng qonaq otağıdır. Burada yerləşir sağda belə bir yataq otağı. Geniş yataq otaqları 4 dənə. Burada digər belə bir otaqdır. Sanitar qovşağına qədər var ayrıca. Burada da digər bir yataq otağıdır. Görürsünüz ki, radiatorlarına qədər qoyulub hazırdır. Sonunda isə burada digər belə bir otaqdır. 2-ci qonaq otağıdır, belə deyək. Evimizin qiymətini gəldikdə görürsünüz, bu evimizin qiyməti 400.000 manat start olaraq deyilir. Real alıcıya endirim olacaq. Sənəddə çıxarışlı xüsusi mülkiyyət kupçadır. Daha sonra evimizin eyvanını göstərim sizə. Yəni evin eyvanı necə dəyər genişlikdə. Bu da həyətin ümumi görüntüsü. Dəyərli izləyicilərimiz. Əlaqə nömrəmiz aşağıda səhifədə var. Bu və digər evlərlə tanış olmaq istərsəniz səhifəni keçirib baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.